İnternetdə informasiyanın həcmi 1200 megabit olan məlumatın, okey, deməli həcmimiz 1200-dür. Bunun 40%. 1200-ün 40%-ni neçə eləyəcək? 1200-də heç nə vuracağım, 40-a böləcəm 100-ə. Nəticə mənə verəcək 480. Deyir, bunun üçün sürət nə qədər olub? 5 megabit bölü saniyə. Okey, yerdə bu neçəsi qaldı? 720-si qaldı da 480-i getdirsən. 1200-dən çıxdım 480-ə cavab elədi 720. 720 üçün sürət nə qədər olur? Baxın, 15 megabit bölünsün saniyə. Gəlin sürət düsturunu yazaq. Sürət nəyə bərabərdir? Həcmin zamana olan nisbətidir. Eyni, baxın, riyaziyyətdə gedən yol nəyə bərabərdir? Sürətin zamana nisbəti. Eyni məntiqdir. Sadəcə biz sürətin yerinə həcm deyirik. Zaman nəyə bərabərdir burada? Həcm bölünsün sürətə. Yaxşı, gəlin T1 üçün, buradan xaç çıxıyıq. T1 üçün zamanı tapaq. Heç nə, həcmi böləcəm sürətə. 480-i böləcəm 5-ə. Nəticə mənə verəcək 96. T2-ni tapmaq üçün nə eləmək lazımdır? 720-ni 15-ə bölmək lazımdır. Buradan da cavab verəcək 48. Ümumi T nəyə bərabərdir? T1 plus T2. Bizdən ümumi zamanı istəyir. 96 ilə 48-in cəmi 144-dür. Baxın, olacaq D variantı. Bu düsturu baxın, əzbər şəkildə bilməlisiniz. Buradan həcm də bərabərdir. Sürət vurulsun zaman.